44-cü suala baxırıq. Düz xəttlə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidə anından 5 saniyə sonra maddi nöqtələr arasında məsafə neçə metr olar? Bizdən S istəyir. İndi baxırıq ki, birinci cisim sürəti 20 metr bölü saniyə olan cisim düz xəttli bərabər sürətlə hərəkət edir. Yəni bu cisim 5 saniyə ərzində nə qədər yol gedib tapırıqsa S bərabərdir VT düsturundan həll edirik. 20 vurulsun 5 bizə verir 100. Deməli bu cisim 5 saniyə ərzində 100 metr yol gedib. Bizdən də 5 saniyəni istəyir onsuz da. İndi ikinci cisim isə İkinciyim buradan aşağıdan yazıram. İkinci cisim isə təcilli hərəkət edir və x oxunun əksinə yavaşlayan hərəkət edir. Onda bizim düsturumuz olacaq. Deməli, V0'ımız var. V S bərabərdir V plus V0 bölü 2 vur T düsturundan həll edə bilərik. Orada olan bütün cəmiyyətlərimiz var. Başqa düsturla həll eləsək əgər məcburi təcil də tapaq. Amma belə daha qısadır. Baxın. Mənfi 60'dan 0'a gəlib 5 saniyə ərzində. Deməli, son sürət 0'dır. Başlanğıc sürət isə mənfi 60'dır. Minus 60 bölünsün 2 vurulsun 5. Buradan 60'ı 2'yə bölsək mənfi 30. Mənfi 30'u vururam 5'ə. Mənfi 150. Mənfi 150 metrdə bu cisim gedib. Maddi nöqtələr arasındakı məsafəni düşünün ki, baxın, bura 0 nöqtəsidir. 5 saniyə ərzində bir də başlanğıc koordinatları eynidir. Yəni bu cisimlər eyni nöqtədən hərəkət etməyə başlayıblar. Məsələn, tutaq ki, buradadılar, işarələdiyim nöqtədədirlər. Birinci cisim buradan x oxu istiqamətində müsbət 100'dür axı. 100 metr yol gedib. Yəni 100'dədir artıq. Gəlib burada 100'də durub. İkinci cisim isə mənfi 50'dədir. Mənfi 150'dədir. Vəssalam, indi bizdən neçə metr deyir deyə. Baxın, burada aralarındakı məsafəni tapacaq. 100 metr buradan gedib, 150 metr də buradandır. İndi nə qədər olacaq? 100'ün üstünə 150 gələndə 250 olur. Deməli, 250 metrdir bunlar arasındakı məsafə. Yer dəyişmə olsaydı, amma çıxacaqdıq. Sonra 45-ci sual. Sürət zaman qrafikinə əsasən cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Cisim bərabər təcilli hərəkət edir. Gedilən yol düsturu S bərabərdir. V0T üstə gəlinsin AT kvadratı bölünsün 2'yə bərabərdir. V0 0'dır. Baxın, cisim 0'dan başlayıb sürət 0'dir. Bura 0'a gedir. AT kvadrat bölü 2 qalır. Gəlin təcili tapaq. Təcili buradan tapsam A bərabərdir V minus V0 bölü T'dir. Yəni təcil son sürətimiz 10'dur. Başlanğıc sürətimiz onsuz da 0 idi. O da 10 bölünsün 4. 14'e böləndə 2/5. Deməli bizim təcilimiz 2/5'ə bərabərdir. Təcil 2/5'ə bərabərdirsə yerinə qoyanda 2/5 vurulsun. Zaman 4. Amma bizdən 6 saniyəni istəyirdi. 6 qoyuruq T'nin yerinə. 6'ın kvadratı 36 bölünsün 2. Bunlar ixtisar gedir. 2/5 vurulsun 18 qalır. 2/5'i 18'e vuranda da bizə verəcək nəyi? İki 5'i 18'e vuranda 45. Verir 45. Cevabımız olacaq 45. Sonra 46-cı suala baxırıq. Düz xəttlə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamana asılılıq qrafiki verilmişdir. Başlanğıc koordinatlar eynidirsə, K nöqtəsinin, yəni bu nöqtəyə uyğun zaman anında nələr baş verir? Cisimlər görüşərmi? Baxın, deməli, buradan təyin edirik ki, yəni bu cisimlərin yollarının zamandan asılılıq qrafiki olsaydı, bu nöqtədə deyərdik ki, hə, kəsişirlər. Amma sürətin zamandan asılılıq qrafikidir. Onda deməli bu bir olmayacaq. Cisimlərin hərəkət istiqamətləri eynidir. Düzdür, hər ikisi x oxu istiqamətində. Bir cisim x oxu istiqamətində yeniləşən hərəkət edir. Bir cisim isə x oxu istiqamətində yavaşlayan hərəkət edir. Amma yenə də istiqamət x oxudur deyə biri 2'dir. Sonra 3 cisimlər arasındakı məsafə 0'a bərabərdir. Cisimlər görüşsəydilər, əgər onlar arasındakı məsafə 0 olacaqdı.
Cisimlərin sürətlərinin qiyməti eynidir. Aha, burada eynidir. Çünki bu cisim sürət dəyişməsi v-dən v bölü 2-yə gəlib. Bu cisimdə 0-dan v bölü 2-yə gəlib. Yəni cisimlərin sürətlərinin qiyməti eynidir olacaq. Bu da olur 2, 4. 4 yaza bilmədik. 2, 4. Aha, 47-ci suala baxırıq. Düz xəttlə hərəkət edən A və K cisimlərinin sürətinin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən aşağıdakı ifadələrdən doğru olanları seçin. Deməli, baxırıq ki, A budur, K da bu istiqamətdədir. Baxaq, cisimlər bərabər sürətlə hərəkət eləyir. Yox. Bu bərabər sürətlə hərəkət olsaydı bu şəkildə olardı qrafik. Yəni zaman oxuna paralel düz xətt olardı. Ona görə bir doğru deyil. Cisimlər təcil hərəkət edir. Bəli, bu doğrudur. Cisimlər arasındakı məsafə zaman keçdikcə artır. Birinci cisimdə, ikinci cisimdə x oxu istiqamətində yeyinləşən hərəkət eləyir. Birinci cismin sürəti, yəni A cisminin sürəti daha böyükdür. Yəni o daha böyük sürətdən başlayır hərəkət eləməyə. Başlanğıc koordinatı da eynidir. Demək ki, bəli, zaman keçdikcə cisimlər arasındakı məsafə artacaq. Bu doğrudur. Yəni çünki birinci cismin A cisminin sürəti daha çoxdur və hər ikisi eyni nöqtədən başlayıblar. Eyni zamanda hər ikisi yeyinləşən hərəkət eləyir. Aralarındakı məsafə azalmaz, xeyr. Aralarındakı məsafə dəyişmir, xeyr. 2 və 3 olacaq cavabımız. Sonra 48-ci suala baxaq. Uyğunluğu müəyyən düz xəttlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafiki verilib. 0T1 aralığı görürük ki, düz xəttli bərabər sürətlə hərəkətə aiddir. Yəni bu o deməkdir ki, cisim təcili 0-a bərabərdir. Bəli. Onda 1-ə olacaq y. 2 T1 T2-nın x oxu istiqamətində yavaşlayandır. Yəni təcillə sürət əks istiqamətdədir. Ona görə 2-yə b olacaq. Bir də yavaşlayandı dedik x oxu istiqamətində. Ona görə də bir də D variantı olacaq. T2 T3 hissəsi isə x oxu istiqamətində yeyinləşəndir. Yəni bu o deməkdir ki, təcil və sürət eyni istiqamətdədir. Bura A, bir də yeyinləşəndə C olacaq. Y, B, D, A, C. Sonra 49-cu suala baxarıq. Düz xəttlə hərəkət edən cismin koordinatının zamanla asılı qrafiki verilib. Qrafikin OA hissəsi görürük ki, diqqətlə baxsaq, görürük ki, qrafikin OA hissəsi düz xəttli bərabər sürətlə hərəkətdə baxın. Koordinat başlanğıcdan çıxan düz xəttdir. Yəni onda 1 olacaq, B da sürət sabiti düz xəttli bərabər sürətlə hərəkətdə. Təcil ya da 0-a bərabərdir. Təcil də 0-dır. Sonra 2 AB hissəsi. AB hissəsi x oxu istiqamətində yavaşlayan hərəkətdir. Yəni artıq AB hissəsində yavaşlayan hərəkətdir deyə sürət azalır. C olacaq. BC hissəsi isə yenə x görürsüz, koordinat dəyişməyib bu şəkildə. Yəni o deməkdir ki, zaman keçdikcə cisim hərəkət eləməyib. Yəni sürəti 0-dır. Ona görə də A-dır. Sonra bir də AB hissəsində axı cisim təcil hərəkət eləyirdi. Təcil hərəkət təcil sabitdir. Ona görə də bura Y də uyğundur. Yəni B, C, Y və A. Sonra 50-ci sual. Sükunət alınan hər düz xəttlə hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamanın asılılıq qrafiki verilib. Uyğunluq 0T anında təcil sabitdir. Yəni bu bəlli ki, bərabər təcil hərəkətə aiddir. Yəni cisim yavaşlayan da hərəkət edə bilər, yeyinləşən də hərəkət edə bilər. Amma yavaşlayan hərəkətdə ümumiyyətlə deməli birlikdə x oxu istiqamətində yavaşlayan hərəkət var. X oxunun əksi istiqamətində yavaşlayan hərəkət var. Ona görə də cisim yeyinləşən hərəkət eləyəndə x oxu istiqamətində yeyinləşən olmalıdır, amma onu qeyd eləməyib. Yaxşı, bəs T2T aralığına baxsaq, təcil 0-dır. Yəni cisim düz xəttlə bərabər sürətlə hərəkət eləyib, onda təcil 0-a bərabərdir. Cisim sükunətdə olanda da onun təcili 0-a bərabərdir. Hərəkət yoxdur axı. 2T, 3T aralığında təcil mənfidir. Təcil o vaxt mənfi olur ki, məsələn, x oxu istiqamətində yavaşlayan hərəkət olsun və yaxud da x oxunun əksində yeyinləşən hərəkət olsun.
Burada x oxu istiqamətində də deyilmə məsələsinə uyğun olaraq biraz qərarsız qaldıq 0t aralığında. Əgər desək ki, bu cisim x oxu istiqamətində hərəkət eləyir. X oxu istiqamətində hərəkətdir böyük ehtimal. X oxu istiqamətində hərəkətdirsə, bəli, onda məsələn təcil müsbət olacaq. Ona olacaq yeniləşən hərəkət 1c olacaq. T2t aralığında onsuz da cismin deməli sürəti 0-a bərabərdir. Eyni zamanda cisim sükunətdəsə, o deməkdir ki, ümumiyyətlə cisim sükunətdəsə, onun təcildə 0-dır, sürət də yoxdur. 2D, 3D aralığında x oxu istiqamətində demək ki, bu yavaşlayan hərəkətdir. Ona görə də B variantı olacaq. B. Sonra cismin sürəti modulca azalır. Bəli, yavaşlayan hərəkət edəndə sürət də azalır. B. Sonra 51-ci sual. Sürət zaman qrafikinə əsasən sürətləri müqayisə yox, təcilləri müqayisə edin deyir. Baxın, görürük ki, buradan bir perpendikulyar endirsəm, burada düz bucaqlı 3 bucaq var. Bilirik ki, deməli təcil delta V bölünsün T-yə bərabərdir. Yəni baxın, buranın V-nin qarşıdakı kadetin bitişik kadetin nisbəsi bizə tangens alfanı verir. Buradan belə çıxır ki, bucaqla təcil düz mütənasib asıdır. Bunu təyin elədik. İndi baxaq, baxın, buradakı düz bucaqlının bucağı budur. 1 ilə 3 də eyni xəttin üzərindədir deyə A1 A3-ə bərabər olacaq. Amma 2-nin bucağını çəkirəm. Bax, A2-nin bucağı budur. Bunu başqa rəqəm hərflə çəkilmiş ayrı. Bax, A2-nin bucağı da budur. Demək ki, A2-nin bucağı A1-dən A3-dən böyükdür. Deməli, onda A2 də böyük olacaq da onlardan. Bərabərdir, A2 də böyükdür. Buradan qeyd edirəm. A2 böyükdür, A1 bərabərdir A3-ə.